Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Əlbir24-ün studiyasında xəbərlərin oyuncu buraxılışını izləyirsiniz. Bələdçiniz mənəm Aynur İskəndərova. Birləşmiş Ştatlardan İranla nüvə danışıqlarına dair açıqlamalar gəlib. Vaşinqton yaxın günlərdə Tehranla müzakirələri bərpa edəcəyini bildirib. İddialara görə Ağ Ev İslam Respublikasına bir sıra təkliflər də göndərib. İranın danışıqlar masasına qayıdacağı isə hələ bəlli deyil. Proqnozlar nələrdən ibarətdir? Video materialımızı izləyək. Yaxın günlərdə Amerika Birləşmiş Ştatları İran nüvə danışıqları bərpa olunacaq. Bu barədə Donald Trumpın xüsusi nümayəndəsi Steve Witkoff açıqlama yayıb. Ağ Ev rəsmilərinə görə Tehran sanksiyaların yumşaldılması müqabilində uranın saflaşdırılmasını dayandırmalıdır. Xarici nəşrlərdə yazılır ki, Trump administrasiyası fəaliyyətini dayandırmaq niyyətində deyil. Hətta İslam Respublikasına bir sıra təkliflər belə göndərilib. Mülki enerji istehsal edən nüvə proqramının qurulması üçün sərf ediləcək məbləğin 30 milyard dollara çatdırılmasına Vaşinqton dəstək verəcək. İranın məhdudlaşdırılan milyardlarla dollar vəsaitinin azad olunması da ABŞ-nin təklifləri sırasındadır. CNN xəbər verir ki, bu cəhdlər məhz Tehranın danışıqlar masasına qaytarmağa hesablanıb. Bu danışıqlar uzun sürəcək. Biz İran diplomatiyasının tərzini bilirik. Rəsmi Tehran son ana qədər mübarizə aparacaq ki, minimumda olsa uranı zənginləşdirmə hüququnu əldə saxlasın, yəni dinc nüvə proqramı həyata keçirsin. ABŞ isə və xüsusən də İsrailin təhriki ilə Liviya modelini əsas götürür. Gözləmirəm ki, İsrail-İran hərbi qarşıdurmasından sonra İran bu dərəcədə güzəştə gedə bilsin. İranın ali liderinin müşaviri Əli Şamxani Vaşinqtonla nüvə danışıqlarını aldadıcı plan adlandırıb. Onun fikrincə Ağ Evin məqsədi ixtişaşlar törətməkdir. ABŞ hakimiyyəti daxili etirazların baş verməsi üçün atmosfer hazırlamaq niyyətindədir. Trump İran və İsrail arasında əldə olunan atəşkəsin danışıqları bərpa edəcəyindən ümidli olsa da, Tehrandan bu istiqamətdə rəsmi açıqlama hələ gəlməyib. İranın nükleer konusunu hangi aşamalarda sürdüreceği veya sürdürmeyeceği veya durdurup durdurmayacağı konusunda önümüzdeki günlerde Amerika ile bir müzakere masasına oturma ihtimali kuvvetle muhtemel görülmektedir. Ancak İran'ın bu konuda hangi denetimleri kabul edip etmeyeceği müzakere sürecinde ortaya çıkacak olsa da İran'ın orta ve uzun vadede nükleer silahtan vazgeçme ihtimalinin oldukça zayıf olduğu da hatırdan çıxartılmamalıdır. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Grossi İranın nüvə proqramının bəzi komponentlərini saxladığını deyib. Onun sözlərinə görə Tehran bir neçə ay ərzində uranın saflaşdırılması prosesini bərpa edə bilər. Bu narahatlıqlar fonunda Vaşinqton danışıqlara rəhbərini etməyə hazırdır. Hətta ABŞ İranın saflaşdırılmış uran idxal edə biləcəyini də təklif verib. Bu arada rəsmi Tehrandan məsələyə dair son açıqlama var. İran rəsmiləri Birləşmiş Ştatlar prezidenti Donald Trumpla görüşə can atmırlar. Bu fikri Amerikanın CBS telekanalına müsahibəsində İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani deyib. O qeyd edib ki, Tehran hazırda Vaşinqtonla danışıqların növbəti mərhələsinin keçirilməsi üçün şərait görmür. Biz danışıqlar aparırıq, dialoqa hazırıq, lakin Birləşmiş Ştatların İrana zərbələrindən sonra danışıqların yeni raundu üçün nə lazımi şərait, nə də danışıqlar və Birləşmiş Ştatlar prezidenti ilə görüş üçün hər hansı tələb var. İslam Respublikasının daimi nümayəndəsi vurğulayıb ki, Donald Trumpın İranı şərtsiz təslim olmağa çağırması danışıqlar deyil, Vaşinqtonun öz iradəsini Tehrana diktə etmək cəhdidir.